Qarabağda məşğulluq səviyyəsi 92%-in üzərindədir. Bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə işğaldan azad olunan ərazilərdə böyük qayıdış proqramı çərçivəsində köçdən əvvəl əhalinin məşğulluq imkanları yoxlanılır. Ötən dövr ərzində biz məşğulluqdan məskunlaşmağa devizi altında fəaliyyətimizi həyata keçirmişik və orada məskunlaşmış şəxslərin ilk öncə köçdən əvvəl onların məşğul imkanların qiymətləndirilməsini aparırıq. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən işə götürənlərimizin vakansiyalar barədə məlumatları da əldə etdikdən sonra onların məşğulluğun təmin olunması istiqamətində işlərimizi aparırıq və işğaldan azad olunmuş ərazilərdə əhalinin məşğulluğunun səviyyəsi 92%-in üzərindədir. Sadiq Əliyev əhalinin aktiv məşğulluq tədbirləri ilə əhatə olunması istiqamətində tədbirlərin davam etdirildiyinə də diqqət çəkib. 10 ayın statistik nəticələrinə əsasən biz əhalinin işsiz və iş axtaran şəxslərimizin 158 min şəxsimizi işlə təmin olunmasına həyata keçirmişik. 302 min şəxsimizin biz peşə yönümlü məsləhət xidməti ilə əhatə olunması, 15 mindən çox şəxsimizin peşə hazırlığına cəlb olunması, eyni zamanda 16 minədək şəxsimizin də özünü məşğulluq proqramına cəlb olunması istiqamətində 10 aylıq bir dövrdə fəaliyyətimizi təmin edə bilmişik. Agentlik sədri qeyd edib ki, əmək bazarında ən çox tələb olunan 175 istiqamətdə peşə və ixtisas var. Sevinç Vaqif qızı, Cabbar Qaryağdıoğlu, Xəzər xəbər.